Azərbaycanda narkomaniyaya qarşı ciddi dövlət tərəfindən mübarizə aparılır. Amma təəssüflər olsun ki, bütün dünyada aparılsa da onu istehsal edənlər, ondan pul qazanmaq istəyənlər, insanların həyatını narkotiklərlə məhv etmək istəyənlər də yeni yollar axtarışındadırlar ki, onları satsınlar, ondan pul qazansınlar, insanların həyatını məhv etsinlər və daha çox insanı narkomaniyaya cəlb etsinlər. Bu onların bir biznesidir, haram bir biznesidir. Nə Allahın, nə bəndənin götürmədiyi bir biznesdir və Azərbaycanda da minlərlə insanın bu şəkildə həyatını məhv ediblər. Əslində, bir insan narkotik istifadə edir, bu insanın həyatı məhv olur. Amma o insanın tək həyatı məhv olmur, onun ailəsinin də həyatı məhv olur. Atası, anası, həyat yoldaşı varsa, həyat yoldaşı, uşaqları varsa, uşaqları, bütün ailəsi və qohumlarının da həyatı cəhənnəmə çevrilir. Dövlət tərəfindən bununla bağlı mübarizə aparılır. Azərbaycan bununla narkotik vasitələrinlə mübarizə, narkotik vasitələr haqqında, narkotik psixotrop maddələr haqqında olan BMT-nin konvensiyalarına da, qanunlarına da qoşulub və beynəlxalq dünyada gedən proseslərdə də, mübarizə proseslərində də yaxından iştirak edir. Elə həm də təmsil etdiyim parlamentdə də daima həm narkotik vasitələrlə bağlı, onunla mübarizənin genişləndirilməsi, qanunlara yeni əlavələrin edilməsi, psixotrop maddələr, onların yeni növlərinin qanunlara salınması ilə bağlı da daima iş gedir. Yəni, qanunvericilik bazamız mən deyərdim ki, yerindədir. Amma qanunvericilik təkmilləşdikcə, mübarizə təkmilləşdikcə təəssüflər olsun ki, narkotik maddələrin dövriyyəsi, istehsalı və istifadəsi ilə məşğul olanlar da öz metodlarını və formatlarını da yeniləşdirirlər.